Vaxtınız xeyir olsun değerli hanımlar. Məndən çox soruşulurdu ki, dırnağa ilk başlayanlar üçün nələr almalıdır, ilk öncə nələr alınmalıdır. Və mən də belə qərara gəldim ki, bir YouTube səhifəsi açım və videolar orada paylaşım. Və sizin də nə sualınız olsa, maraqlı olsa şərhlərdə yaza bilərsiniz. İlk öncə ondan başlayayım. Alınmalılar. Deməli, kleydir. Mən Mixponun kleyini işlədirəm. Çox sevirəm. Çox qəşəng kleydir. Kodidir. Təxminən 7-8 manat olmalıdır. Kodi primer çox qəşəng primerdir. Dırnağın üstündə iki tərəfli skoç yaradır. Bazadır. Yeganə bazadır ki, həm A-klası, həm originalı çox gözəl bazadır, keyfiyyətlidir. Və təxminən 7-8 manat belə olmalıdır. Bu da tipsidir. İldeymin narıncı tipsisi, yəni çox bu dəqiqə bu arka tipsidir. Bu dəqiqə bu tipslərdən işlədirlər. Filkalardır, nazik filka kənar tərəflərə götürmək üçün qalın və baf. Toz şotkası, saçqa, tweezer, dırnaq ətlərini götürmək üçün belə bir kistlər. Geldir, hansı ki istəyirsiniz seçə bilərsiniz. Mən əsasən Erisan gelini işlədirəm və çox da bəyənirəm. Bu poligel biraz bərk geldir. Manikür frezlərdir. Manikürdə istifadə olunur belə frezlər. Gələn videolarda bunların hansının nəyə görə istifadə olunduğunu ətraflı şəkildə başa salacağım. Apelsinovi paloçka dırnaq ətlərini geriyə itələmək üçündür. Spirt mütləq əvəz olunmazımız, olmazsa olmazımız spirt mütləqdir dezinfeksiya üçün. Nələr qaldı? Bu palitra dırnaq laklarını sürtürüm sizə göstərmək üçün. Olmazsa olmazımız dizaynlar. Belə. Yəni hamısını qoymamışam. Belə fərqli dizaynlar, yəni müştərilərin zövqünə uyğun alırsınız. Aparatdır. Manikürdə və kolleksiya zamanı